Dayı, biz Ürəyə Qarabağına döyünənlər qrupundan gəlmişik. Oradakı olan qrupda olan qardaşlar sizə səbir diləyir. Allah rəhmət eləsin, axırıncı qəminiz olsun. Allah razı olsun bana. Sağlığına görə mən də sizə təşəkkür edirəm. Yəni, bunları yad eləmək, bu oğulları hər birimizin borcudur. Yəni, bunlar Azərbaycanın mübarək evlatlarıdır. Yəni, bunlar dünyaya gələndə qədəmimiz mübarək deyirlər. Hansı ailə qurulursa, bir xeyir iş olursa, ondan mübarək deyirlər. Dünyasını dəyişəndə də mübarək deyirlər. Allah rəhmət eləsin, yeri cənnət olsun dayı. Allah sizə səbir versin. Mən də var bütün öz adımdan sizə təşəkkür edirəm. Yəni deyirəm, hamımızın borcudur. Mənim də sizə qədər borcum var o oğullara. Yəni, fərqi yoxdur ki, atayım, valideynəm, o ayrı. Bir vətəndaş olaraq mən də borcluyum. Yəni, bütün saygınıza görə, borcumazlığına görə Allah sizdən də razı olsun. Sağ olun. Mən də sizdən sağ olun, çox sağ olun. Oldu. Onur balamız da şəhidin oğludur. Gözəl oğlandır. Maşallah. Sağ olun. Çox sağ olun əmilər, sizə minnətdarım. Sağ olun. Allah sənin canını sağ olsun.